Bugün baxacağıq ki, hamının qurumaz bitki adlandırdığı sanseveriyanı necə qurutmağı bacarırıq. Çay süzüb yerinizi rahatlayın, biz isə başlayırıq. Evinizdə sanseveriya varsa, su qabını yerə qoyun. Ciddiyəm. Çünki bir çox insan bu bitkiyə qulluq etmədiyi üçün yox, əksinə. Həddindən artıq çox qulluq etdiyi üçün qurudur. Təsəvvür edin ki, eviniz üçün bitki istəyirsiniz. Amma hər səhər oyanıb rütubət ölçmək, xüsusi lampalar qoşmaq, suvarma cədvəli hazırlamaq istəmirsiniz. Sadəcə evdə gözəl, yaşıl bir bitki istəyirsiniz. Mağazaya gedirsiniz və sizə deyirlər: Sanseveriya alın, ona heç nə olmur. Problem elə buradan başlayır. Dözümlük başqa bir şeydir. Bitkinin qurumamazlığı tamam fərqli bir şeydir. Və əlbəttə ki, sanseveriyanın öz limitləri var. Sanseveriya təbiətdə əsasən Afrikanın quraq və isti bölgələrində yayılır. Günəşli, az yağışlı şəraitdə böyüyür və qalın yarpaqları sayəsində suyu uzun müddət saxlaya bilir. Məhz buna görə ev şəraitində də çox dözümlü bitki sayılır. Sanseveriyaya qulluq olunması üçün 100 qaydanı əzbərləməyə ehtiyac yoxdur. Sadəcə bitkinin özünə baxın. Yarpaqları qalın və sərtdir. İçərisində su saxlaya bilir. Bu bitki təbiətdə suyun hər gün gəlməsinə öyrəşməyib. İndi biz belə bir bitkini götürüb 3 gündən bir üstünə su tökürük. Sizcə problem kimdədir? Məncə bu qədər qayğıya ehtiyac yoxdur. Yox, bugün bazardır, səni sulamalıyam. Ona görə sanseveriyanın suvarması ilə bağlı ən əsas qayda: çalışın ki, bu bitkiyə cədvəl vasitəsilə su verməyəsiniz. Bu deməkdir ki, həftənin hər bazar günü, hər həftənin ikinci günü, 3 gündən bir, yəni bu kimi suvarma qaydası doğru deyil. Əlavə olaraq sanseveriyanın torpağın qurumasına təsir edəcək ən vacib faktorlardan biri fəsillərdir, dostlar. Bu deməkdir ki, yay fəslində torpaq daha tez quruyur, nəinki qış fəslində. Kölgədə qalması, günəşin altında qalması, qabın iriliyi, kiçikliyi, bütün hamısı bunların bitkinin suvarmasına təsir edir. Məhz ona görə bitkinin növbəti dəfə suvarma etmək istəsəniz, təqvimə yox, torpağa baxın və suvarma etməmişdən öncə bitkinin yaxşı qurumasına imkan verin. Amma maraqlı bir şey var. Bəzən problem nə qədər su verdiyinizdə deyil, suyu hara verdiyinizdədir. Sanseveriyanı çox böyük dibçəkdə əkib, ağır və həftələrlə yaş qalan torpaq istifadə etsəniz, bitkinin nadir hallarda sulasanız belə köklər uzun müddət yaş qala bilər. Mən sanseveriya üçün dibində drenaj dəliyi olan dibçəyə üstünlük verərdim. Torpaqda mümkün qədər hava keçirən və suyu içində uzun müddət saxlamayan struktura malik olmalıdır. Burada məqsəd hansısa sehirli torpaq resepti tapmaq deyil. Məqsəd çox sadədir. Suyu veririk, artıq su aşağıdan çıxır. Torpaq isə zamanla yenidən quruyur. Çünki köklərə yalnız su lazım deyil, hava da lazımdır. Suvarma edim yoxsa biraz gözlüyüm? Gözləyin. Sanseveriya sizə quru torpağı bağışlayar, amma daimi yaş torpağı bağışlamaya bilər. Yaş torpağın rəngi daha tünd, daha ağır, quru torpaq isə məlum məsələ ki, hər zaman yüngül olur və quru. Əlavə olaraq, əgər hər hansısa bir bitkini suvarma etmək istəyirəmsə, ilk olaraq qabın ağırlığına da fikir verirəm. Əgər ağırdırsa, deməli bitki hazırda su istəməyə bilər və yetərincə qabında su var. Əgər qab artıq yüngülləşibsə, deməli su istəyir. Sanseveriya az işığa dözə bilər, amma bu onun az işıq sevməyi demək deyil. Ən yaxşı seçim bol, dolayı işıq alan yer. İşıq nə qədər yaxşı olsa, bitkiniz bir o qədər də sağlam və aktiv böyüyəcək. Bitki qurumur və bitki yaxşı inkişaf edir. Razılaşın, arasında çox böyük bir fərq var. Sanseveriyanı spreyləmək istəyirsinizsə, ehtiyac yox. Sanseveriya otaqda ola hər hansısa bir tropik yağıntı gözləmir. Bu səbəbdən götürürsünüz bir dənə nəm dəsmal və yarpaqlarını silirsiniz. Nəm dəsmalla yarpaqlarını silmək bitkinin daha parıltılı olmasına sizə kömək edəcək və əlavə olaraq üzərində hər hansısa bir həşəratlar varsa, siz onları zamanında görə bilərsiniz. Əslində bitki problemin olduğunu bizə açıq şəkildə göstərir. Təəssüf ki, danışmır. Danışsaydı işimiz rahat olardı. Yarpaqları yumşalırsa və torpağı daimi nəm qalırsa, ilk olaraq mən bitkinin kökünü yoxlayardım. Bitki uzun müddət inkişaf etmirsə,
İşıq şəraitinə, köklərinə və əlavə olaraq mövsümə baxmaq lazımdır. Yarpaq uzun müddət quru qaldıqdan sonra büzüşməyə alt hissədə başlayırsa, bu o deməkdir ki, bitkinin həddindən artıq suya ehtiyacı var. Ona görə bu sualı verməkdənsə ki, mən bitkini nə vaxt suluyum, özünüzə bir sualı verin. Sansevieria və yaxud başqa bir bitki mənə nə göstərir? Bitkini başa düşmək məsələ buradan başlayır. Bu bitki bizə çox sadə bir şey öyrədir. Bəzi hallarda bitkiyə yaxşı qulluq heç nə etməməkdir. Bazar gündür deyə sulamamaq, çoxdandır gübrə vermirsiniz deyə gübrə verməmək, yeni gözəl bir qab almısınız deyə qabını dəyişməmək, hər həftə yerini dəyişməmək. Sadəcə bu bitkiyə yetərincə işıq verin, yetərincə havalı və boş substrat təmin edin, yetərincə suvarmasını eləyin və rahat buraxın. Yəni növbəti dəfə sanseveriyanıza baxıb əliniz avtomatik su qabına gedəndə 1 saniyə dayanın. Bəlkə də bu dəfə suya ehtiyacı olan sanseveriya deyil. Görüşənədək.